Növbəti sual burada veriblər bizə ki, 31-ci sual. Xəritə sxemində qeyd olunmuş gölə aid olan xüsusiyyətləri təyin edin. İlk öncə gölü təyin edən göl hansı göldür? Göl Cənubi Amerikada yerləşən Maracaibo gölüdür. Maracaibo gölü. Gölü. Və bu göl aydınlığı biz aid olan xüsusiyyətlərə götürməliyik ki, sualın şərtini əsasən Venezuela körfəzinə və Karib dənizində kanal vasitəsilə birləşir. Bəli, 9-cu sinif coğrafiya kitabında qeyd olunub. 2. Kolumbiya dövləti ərazisində yerləşir. Yanlışdır. Venezuelada yerləşir bu göl. 3-cü xüsusiyyət deyir. Gölün yaranmasında buzlaqların fəaliyyəti böyükdür. Xeyr, göl biz demişik laqun mənşəli göldür. Laqun mənşəli göldə vaxtilə okeanların, dənizlərin qalıqları olan göllərdir. Ona görə 3-də yanlışdır. 4. Aid olduğu materikin sadəcə ən böyük gölüdür. Təbii ki, Maracaibo gölü Cənubi Amerikada sadəcə ən böyük göldür. 4-cü xüsusiyyət doğrudur. 5-ci xüsusiyyətə baxırıq. Catatumbo çayı üçün mənbə rolunu oynayır. Catatumbo çayı üçün mənbə yox, mənsəb rolunu oynayır. Ona görə bu da yanlışdır. 6. Neft hasilatında mühüm rol oynar. Bəli, bu doğru xüsusiyyətdir. Göldən həmçinin neft çıxarılır.